Alkenlərin laboratoriyada müxtəlif alınma üsulları var. Bugün bunları nəzərdən keçirəcəyik. Birinci üsul istifadə edirik, deməli, alkanların dihalogenli törəmələrinin üzərinə metal gəlməklə. Bu zaman şərt nədir? Mütləq halogenlər qonşu karbonlarda birləşməlidir. Bax, məsələn, bizə 2 dənə reaksiya verir və bizdən sual verir ki, bu reaksiyaların hansında alken alına bilər. Məsələn, üzərinə gəlib sink, bir də bizə verir CH2 xlor, xətt çəkirəm CH xlor, xətt çəkirəm CH3, üstə gəlsin sink. Deməli, qeyd etdiyim kimi ilk öncə nəyə baxırıq? Əgər biz dihalogenli törəmədən alken almaq istəyiriksə, mütləq halogenlər qonşu karbonlarda olmalıdır. Məsələn, birinci yazdığım reaksiyada baxıram ki, xlor burada birinci karbona, digər xlor isə üçüncü karbona birləşib. Deməli, biz buradan alken ala bilmərik. İndi gəldim ikinciyə. Baxıram ki, halogenlər yanaşı karbonlara, yəni birinci və ikinci karbona birləşib. Deməli, biz buradan alken ala bilərik. Və reaksiyanın cavabını yazan zaman sink xlorlarla reaksiyaya girir. Reaksiyanın nəticəsində sink xlor 2 əmələ gəlir və buradan xlorları atdıqda həmin karbonlar arasında 2 qat rabitə əmələ gələcəkdir. CH2 2 qat rabitə CH, xətt çəkirəm CH3. Bu zaman deməli alken ala bildik. Deməli, alkenləri almaq üçün istifadə olunduğu dihalogenli törəmə. Dihalogenlər mütləq qonşu karbon atomlarında olmalıdır. Üzərinə metal gəlməklə almaq mümkündür. İkinci alınma üsuluna baxaq. Alkanların monohalogenli törəmələrinin üzərinə qələvinin spirtdə məhlulunu gəlməklə ala bilərik. Məsələn, götürürəm ki, CH3, xətt çəkirəm CH xlor, bundan CH2, CH3. Bunun üzərinə gəlirəm. Məsələn, natrium OH-ın spirtdə məhlulunu. Burada mütləq nəyə diqqət edirsiniz? Məhlul spirtdə olmalıdır. Əgər biz suda istifadə etsək, bu zaman alken ala bilmərik. Məsələn, bizə testdə sual düşsə ki, qələvi ilə olan sual düşsə ki, alken alınsın, mütləq biz su olan variantları atmalıyıq. Çünki su olan variantlarda alken alınmayacaq, spirt alınacaqdır. Qələvinin spirtdə məhlulunu götürdüm. Reaksiyanın cavabını yazanda nəyə diqqət edirik? Yenə metal xlorla reaksiya girəcək. Məsələn, natrium xloru aparacaq. Natrium xlor. İndi biz bilirik ki, OH-a da H lazımdır ki, aparsın. Bəs buradan belə bir sual gəlir ki, biz H-ı hardan qoparmalıyıq? Bu məqama diqqət edin, uşaqlar. Deməli, burada nə edirik? Xlor birləşən, bax, karbonu üzərini tutdum. Karbonun sağına və soluna baxıram. Harda hidrogen azdısa, həmin karbondan hidrogeni qopardacaq. Yəni, hansı karbonun yanında hidrogen azdısa, həmin hidrogenlə qopub OH-la birləşib su əmələ gətirəcək. Mən baxıram, sağına da, soluna da baxıram və görürəm ki, burada 3 hidrogen, burada 2 hidrogen. Yəni, az olan buradadır. Deməli, buradakı H OH-la birləşib nə əmələ gətirəcək? Su. Və burada biz xloru sildik. Buradan da H-ı sildik. Nəticədə buradakı karbonların valentli imkanı boşaldı və nəticədə bunlar arasında 2 qat rabitə əmələ gələcəkdir. Deməli, alkenlərin ikinci alınma üsulu nədir? Alkanların monohalogenli törəməsinin üzərinə qələvinin spirtdə məhlulunu gəlməklə və nəticədə halogen metalla birləşir. OH, halogen birləşən karbonun yanındakı karbonlarda hansında hidrogen azsa qoparıb su əmələ gətirir və nəticədə hər iki karbon arasında pirabitə əmələ gəlir. İndi daha bir üsuluna baxaq. Spirtlərin dehidratlaşmasından da alkenlər almaq mümkündür. Deməli, spirtlərin dehidratlaşması nəticəsində spirtlərin ümumi formulu CnH2n plus 1 OH-dır. Şərt burada nədir? Temperatur mütləq 140 dərəcədən böyük,
qatı sulfat turşusunun iştirakı ilə baş verməlidir. Reaksiyanın nəticəsində alken və adı üstündə dehidratlaşma dediyim üçün bir də nə alınmalıdır? Su əmələ gəlməlidir. İndi davam edək. Baxaq görək burada necə baş verir. Tutaq ki, mənə bir dənə spirt verir. CH3 belə olsun. CHOH, CH2, CH3. Temperatur 140 dərəcədən böyük, qatı sulfat turşusunun iştirakı ilə reaksiyanı soruşur. Qatı sulfat turşusunun da burada iştirak etməsi bildiyimiz kimi qatı sulfat turşusu su uducu xassəyə malikdir ona görə. İndi baxıram. Burada niyə temperatur 140 dərəcədir? Spirtlər mövzusunu biz keçəndə öyrənmişik ki, temperatur 140 dərəcədən kiçik olanda cavabda alken yox, sadə efirlər alınır. Ona görə mütləq temperatura baxmaq lazımdır. Burada da bax OH getdi. OH-da bizə nə lazımdır? H aparmalıdır. Yenə həminki qayda ilə. Necə halogenlərdə baxdıq, burada da. Bu karbonu tutdum, sağına soluna baxdım. Harda hidrogen azdırsa, hidrogen həmin hidrogen OH-la birləşəcək. Bu tərəf CH3-dür, bu tərəf CH2. Deməli, buradakı H-ın biri OH-la birləşib nə əmələ gətirəcək? Su. Və nəticədə burada yenidən nə yaranacaq? Bir rabitə.